Bu videomuzda Türk dünyası haqqında dərsimizə keçək. Türk dünyası, Türk dövlətləri dərsinə keçək. Deməli, Türk dövlətlərini, türklər xalqlarını birləşdirən müəyyən xüsusiyyətlər var ki, gəlin bu xüsusiyyətlərə bir nəzər yetirək. Deməli, burada dilin ümumilikdir. Şifahi xalq ədəbiyyatı, məsələn, ümumi olmasıdır. Tarixi, coğrafi məkanın bir-birinə yaxın olması, yəni Balkan, Mərkəzi Asiyadan Balkanlara qədər, Saxa Yakutiyadan Balkanlara qədər olan böyük bir hissəni əhatə edir. Adət-ənənələri oxşar, belə deyək də, yer adları, toponimlərinin çox olması, belə deyək, bu Türk dünyasının, Türk dövlətlərinin ümumi oxşar əlamətləridir. Əsas 6 müstəqil Türk dövlətin var. Bunlar hansılardır? Türkiyə, deməli, Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan əsasən müstəqil Türk dövlətləri hesab olunur. Ümumiyyətlə, Türk dövlətlərinin 13 muxtar respublika və heç bir siyasi və mədəni müstəqillik olmayan belə deyək, türk dilli xalqlara, belə deyək, xalqlardan ibarətdir. Deməli, 6 müstəqil dövlət və 13 muxtar respublika və heç bir müstəqilliyi olmayan türk dilli xalqlarda vardır. Gəlin bu dövlətlərə fikir verək. Məsələn, Azərbaycanın paytaxtı Bakıdır. Sahəsi 86.6 min kvadrat kilometr, əhalisi 10.2 milyon nəfərdir. Türkiyə, Ankara, belə deyək, Ankara paytaxt, sahəsi 780.6 min kvadrat kilometr, 86 min, belə deyək, əhalisi var. Sonra Qazaxıstan müstəqil türk dövlətləri arasında, belə deyək, sahəsinə görə ən böyük olan dövlət Qazaxıstandır. Paytaxtı Nur-Sultandır. Deməli, sahəsi 2717.3 min kvadrat kilometrdir. Ancaq əhalisi buna baxmayaraq çox aşağıdır, 18.2 milyondur ərazisinə baxmayaraq. Deməli, Türkmənistan, Akşabat 488.1 min kvadrat kilometr sahəsidir. 5.6 milyon nəfər isə əhalisidir. Burada da təbii ki, əhalinin sayı çox azdır. Özbəkistan əhalisinin sayına görə müstəqil türk dövlətləri arasında ikinci yerdə duran ölkədir. Paytaxtı Daşkənddir. Sahəsi 447 min kvadrat kilometrdir. Əhalisi 33 min nəfərdir, 33 milyon nəfərdir. Qırğızıstan dağlıq ölkələrdən biridir. Bişkekli paytaxtı 198.5 min kvadrat kilometr sahəsidir, 6.1 milyon əhalisidir. Gəlin muxtar dövlətlərə baxaq. Məsələn, Qara Çərkəz dövləti, Qara Çərkəz paytaxtı Çerkezkdir. Qara Çərkəz bu əsasən Şimali Qafqaz regionunda yerləşən türk dövlətləri, yəni Qafqaz regionunda olan türk dövlətləri, türk dövlət qurumlara aiddir, muxtar respublikalara aiddir. Qaraçay Çərkəz Çerkezk paytaxtıdır. Sahəsi 14.3 min kvadrat kilometrdir. Əhalisi 462 min nəfərdir. Deməli, Kabarda-Balkar, bu da Şimali Qafqaz regionuna aid olan belə deyək, muxtar respublikadır. Paytaxtı Nalçikdir. Sahəsi 12.5 min kvadrat kilometrdir. Əhalisi isə 803 min nəfərdir. Saxa Yakutiya Rusiyanın şərq hissəsində yerləşən Yakutsk paytaxtı olan, sahəsi isə 3.1 milyon kvadrat kilometr, əhalisi isə 1.2 milyon nəfəri təşkil edir. Deməli, Altay bu əsasən Ural regionuna aid olan, deməli, belə deyək də, muxtar respublikadır. Altay Gorno Altaydır. Sahəsi 92.6 min kvadrat kilometrdir. Əhalisi 203 mindir. Xakasiyadır. Abaqakan, belə deyək, 61 min, deməli, 61.9 min kvadrat kilometrdir. Əhalisi 603 min nəfərdir. Sonra Tıva var.
Qızıl paytaxtıdır. 170,5 min kvadrat kilometr sahəsidir. 322 min nəfər əhalisidir. Suvaşiya Çeboksaridir. Bu da 18,3 min kvadrat kilometrdir. Əhalisi 1,5 demək milyon nəfərdir. Başqırdistan deməli Ufa paytaxtıdır. 143,6 min kvadrat kilometr sahəsidir. Əhalisi isə 4,2 milyondur. Tataristan paytaxt Kazandır. 68 min kvadrat kilometr əhalisi var. Daha doğrusu sahəsi var, üzr istəyirəm. Əhalisi deməli 3,9 milyon nəfərdir. Qaqauziya Komratdır paytaxtı. 1,8 deməli min kvadrat kilometrdir sahəsi. Əhalisi isə 157,2 min nəfərdir. Sintizyan Uyğur Çinin daxilində olan Urumçi paytaxtıdır. 1,6 milyon sahəsi var. 18 milyon nəfər isə deməli əhalisi var. Qaraqalpak Nukus paytaxtıdır. Şimali Kipr deməli Türk Cümhuriyyəti Lefkoşa paytaxtıdır. Sahəsi 3,3 min kvadrat kilometrdir. Deməli 382,2 min nəfər də əhalisidir. İndi isə gəlin görək bu dövlət qurumlarının yerləşdiyi ərazilərə fikir verək. Bax, Saxa Yakutiya görürsüz, burada əsasən yerləşir. Sonra burada fikir verin 1. Bax bu 1 Tıva, 2 Altay dağlarında Altay, 3 Xakasiya. Bax bunların yerlərinə diqqətli olun. Bunlar əsasən qeyd olunur. Sonra bax bura əsasən Sibir boyu, Ural belə deyək, ətrafı belə deyək, Ural boyu məsələn yerləşən ərazilərdir. Bu 5, 6, 7. Bunlar hansılardır? Təbii ki, Başqırdistan, Tataristan, sonra Suvaş. Deməli, nə oldu? 1 Tıva, 2 Altay, 3 Xakasiya, sonra Saxa Yakutiya fikir verin. Burada 5 Başqırdistan, Tataristan, sonra Suvaş. Sonra 8-9 Qafqaz regionunda isə 9 aşağıda Kabarda-Balqar, 8 isə Qaraçay, Çərkəz burada yerləşir. Ümumiyyətlə heç bir siyasi və mədəni müstəqil olmayan türk xalqlarından isə məsələn Krım türkləri Ukrayna, Krım yarımadasında yaşayıb. Cənubi Azərbaycan türkləri İranda yaşayır. Əfşarlar Əfqanistanda, Şornaqoy, Qumluq Rusiyada, Karamilər Litva, Türkmanlar İraq, Axıska türkləri Gürcüstanda. Bax bu müstəqil belə deyək müstəqilliyi olmayan türk xalqları hesab edilir. Əhalisinin sayına görə diqqətlə bu məsələlərə fikir verək. Ən maksimum deməli yüksək olan Türkiyədir əhalinin sayına görə. Sonra Özbəkistandır. 86 milyon, 33 milyon, Qazaxıstan 18 milyon. Sonra Azərbaycan 10 milyon, Qırğızistan və Türkmənistan. Ən aşağısı Türkmənistandır, yadınızda saxlayın. Ən yüksək əhali sayına görə türk dövlətləri arasında söhbət gedir ha. Ən yüksək olan Türkiyə, ən aşağı isə deməli Türkmənistandır. Sahəsinin böyüklüyünə görə müstəqil türk dövlətləri. Məsələn, burada sahəsinə görə ən böyüsü Qazaxıstandır. Sonra Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızistan, Azərbaycan. Azərbaycan burada ən sondadır sahəsinə görə. Əhalisinə görə isə 4-cü yerdədir. Türk qurumlarının ən böyüyü məsələn hansıdır? Türk qurumları içərisində Saxa Yakutiyadır dedik. Əhalinin sıxlığı az olan Saxa Yakutiya, Tıva, Xakasiya, Altay, Qazaxıstan, Türkmənistanla fərqlənir. Urbanizasiya səviyyəsinə görə, yəni şəhər ətrafında məskunlaşmaya görə maksimum Türkiyə 70%, Qazaxıstan 60%, Azərbaycan 54%, Türkmənistan 45%, Özbəkistan 40%, Qırğızistan isə 38%. Əsasən dağlıq ölkə olduğu da buna təsir edir. Maksimum oldu hansı? Türkiyə, Qazaxıstan, Azərbaycan, Türkmənistan, Özbəkistan və Qırğızistan. Ən axırda Qırğızistan, ən birinci isə yenə Türkiyə olur. Azərbaycan burada 3-cüdür. Sonra digər xüsusiyyətlərə baxaq. Deməli,
Müstəqil türk dövlətlərində ümumdaxili məhsul adam başına düşən miqdarına görə, yəni ümumdaxili məhsulda adam başına düşən gəlirin ən çox olan hansılardır? Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan. Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkmənistan və Qırğızıstan. Türk dünyası ölkələrinin hamısı demək olar ki, çox millətlidir. Oxşar iqtisadi coğrafi mövqeyə malik olan türk dövlətləri, məsələn, Azərbaycan, Qazaxıstan və Türkmənistan dünya okeanına birbaşa çıxışı yoxdur. Bunlar daxili axar sövdə olan Xəzər sahillərində yerləşir. Azərbaycan, Qazaxıstan və Türkmənistan. Fikir verin, burada Azərbaycan, Türkmənistan və Qazaxıstan. Yəni Xəzər dənizinə daxili belə deyək, hövzəyə, daxili axar sövzəyə aiddir. Sonra məsələn burada neft, qaz ehtiyatlarına malikdir. Bəli. Dünya okeanına çıxmaq üçün eyni yoldan istifadə edirlər. Bəli, Volqa-Don, Volqa-Baltik kanalları vasitəsilə. Şirin su problemi Türkmənistanda, Özbəkistanda, Qazaxıstan, əsasən Mərkəzi Asiya ölkələrində daha çoxdur. Transsərhəd su ehtiyatlarına asılı olan Azərbaycandır, Türkmənistan. Yəni qonşu ölkələrdən su ilə və yaxud da sərhəddə olan suları olan, onlardan istifadə edən ölkələrdir. Türkmənistan və Azərbaycan da adı orada vardır. Bunlar indi isə gəlin biz burada ilqlərə baxaq. Məsələn, Avropoid var, Qaqavuzlar, Karamilər, Uyğurlar var, Yakutlar, Qırğızlar, Monqoloiddir bunlar. Hər iki irqi türklər, Türkiyə türkləri, Azərbaycanlılar, türkmanlar və tatarlardır. 20-ci əsrdə məcburi miqrasiya olunmuşdu. Burada Krım tatarları, Axsqat türkləri, Azərbaycanlılar bu müəyyən belə deyək, yaşadığı ərazilərdən məcburi şəkildə miqrasiya etmişdi. İşçi qüvvəsinin deməli, işçi qüvvəsinin artdığı, yəni hansı ərazilərdə işçi qüvvəsi çoxdursa bu problem yaradır. Türkiyədə, Azərbaycanda, Özbəkistanda, Tatarstanda, Kabarda-Balkariyadır. Qazaxıstanda yük daşımada dəmir yolu, Qazaxıstanda avtomobil, Azərbaycanda avtomobil, Türkmənistanda daha doğrusu Qazaxıstanda daha populyar dəmir yoludur, Qırğızistanda avtomobildir. Qırğızistanda niyə dəmir yolu olmur? Çünki burada dağlıq ölkədir. Azərbaycanda avtomobil, Türkmənistanda avtomobil, Türkiyədə dəniz, Özbəkistanda isə avtomobil nəqliyyatı üstündür. Azərbaycan və Özbəkistan muxtar respublikaya malikdir. Naxçıvan, bir də Qaraqalpaq ərazilərdir. Ən çökək yeri ümumiyyətlə türk dövlətləri içərisində Turfan çökəkliyidir. Sintezyan Uyğurda yerləşir, -154 metr. Sonra da Qazaxıstan ərazisində Karagiya -132 metr burada yerləşir. Ən uca zirvələri hansılardır? Qaraqorum dağlarında Coqori zirvəsi, bu da Sintezyan Uyğurda yerləşir, 8611 metr. Yadınızda saxlayın. Həm türk dünyasının ən alçaq yeri də, ən yüksək yeri də Sintezyan Uyğurda yerləşir. Deməli, ən aşağı nöqtəsi Turfan çökəkliyi -154 metr Sintezyan Uyğurda, ən yüksək nöqtəsi isə Qaraqorum dağlarında Coqori zirvəsində 8611 metr olan Sintezyan Uyğur ərazisində yerləşir. Tianşanda sonra ikinci ən yüksək nöqtəmiz burada qeyd edəcəyik ki, Qələbə pikidir. Bu Qırğızistan ərazisində yerləşir. Tianşan dağlarının ən hündür zonasıdır. 7439 metrdir. Türk xalqlarının Altay dil ailəsində türk dil qrupuna mənsubdurlar. Bəli, bütün türklər Altay dil ailəsində birləşmişdilər və onlar da qruplara bölünürlər. Təbii ki, bu dil qrupu 4 yarım qrupa da bölünür. Bunlardan türk dil qrupu özü də 4 yarım qrupa bölünür. Oğuz, Qıpçaq, Uyğur və Bulqarlardır. Oğuzları hansılardır? Türklər, Azərbaycanlılar, Qaqavuzlar, Türkmənlər, Türkmanlar, Krım tatarları, Axsqa türkləri bunlar daxildir. Özbəklərə, daha doğrusu Uyğurlara, Uyğur yarım qrupuna Özbək, Uyğur, Tıvallar, Şorlar, Xakaslar. Qıpçaqlarda ilə Q ilə başlayır çoxu. Qazaxlar, Qaraqalpaq, Qumluq, Qırğız, Altaylar, sonra Naqoylar, Bulqarda, Tatar, Başqırt, Qaraçay bura daxildir. Deməli, Oğuzlara aid oldu türklər, Azərbaycanlılar, Qaqavuzlar, Türkmən, Krım tatarları, Axsqa türkləri bura daxil oldu. Uyğurlara Özbək, Uyğur, Salar, Şor, Xakasiya, Tıvallar, Qıpçaqlara aiddir Qazaxlar, Qaraqalpaqlar, Qumluqlar, Qırğızlar, Altaylar, Bulqara aiddir Tatar və Başqırt və Qaraçaylar. Bəs bunların dini inancları necədir? Gəlin buna nəzər yetirək. Ümumiyyətlə, İslam dinini qəbul edən türk dövlətlərindən türklərdir, Azərbaycanlılardır, Özbəklərdir, Qırğızlardır,
Qazaxlardır, türkmənlərdir, bir də tatarlardır. Bunlar İslam dini qəbul edir. Qaqauzlar və çuvaşlar xristianlıq dinini qəbul edir. Buddizmi tuvallar qəbul edir. Şamanlar Xakasiya, Altay və Yakutlar qəbul edir. Şaman. İudaizm, Karamilər və Qırımçaqlar bu dini inanclara malikdir. Gəlin iqlim tiplərinə nəzər yetirək. Deməli, fikir verin, türk dövlət qurumları subtropik, mülayim, subarktik və arktik iqlim qurşağında yerləşən hissələri var. Fikir versəz, burada Türkiyədir, tamamilə belə deyək, subtropik iqlimin Aralıq dəniz iqlim vilayətində yerləşir. Sonra burada Balqar, Qaraçay, Çərkəz, bir də Balqar, bunlar ikisi deməli mülayim iqlim qurşağında yerləşir. Azərbaycandır. Fikir verin, Azərbaycan, Türkmənistan, Özbəkistan, bir də ki Qırğızıstan. Bunlar əsasən həm subtropik, həm mülayim iqlim qurşağında yerləşir. Burada Sinteziyan Uyğurda da həm mülayim, həm belə deyək, subtropik iqlim qurşağında yerləşir. Deməli, hansılar oldu? Azərbaycan, sonra Türkmənistan, Özbəkistan, Qırğızıstan, Sinteziyan Uyğur. Bunlar oldu hansı iqlimdə? Oldu həm mülayimdə, həm subtropikdə. Türkiyə oldu yalnız subtropikdə. Sonra mülayim iqlim tipində Qazaxıstandır tamamilə. Sonra Başqırtıstan, Tatarstan, Çuvaşdır. Sonra deməli Altay, sonra Xakasiya, Tıva, bax bu kimi ərazilər də mülayim iqlim qurşağında yerləşir, mülayim kontinentalda. Sonra fikir versək, Saxa sahəsinə görə də türk dövlət qurumlarında ən böyük olan sahə aiddir. Deməli, cənubi mülayim, sonra subarktik və arktik iqlim belə deyək vilayətində. Yəni desək ki, türk dövlət qurumları içərisində arktik iqlim qurşağında yerləşən varmı? Təbii ki, siz deyəcəksiniz Saxa, Yakutiya, arktik və subarktik, bir də ki mülayimdə 3 iqlim qurşağında yerləşir. Deməli, bir iqlim qurşağında oldu. Yəni yalnız subtropikdə Türkiyə, mülayim subtropikdə Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Saxa Yakutiya. Yalnız mülayimdə Balqar, Qaraçay, Çərkəz, bir də Balqar aiddir. Sonra Başqırtıstan, Tatarstan, bir də Çuvaş. Sonra buradan Qazaxıstan özü. Sonra burada Altay, sonra Tıva, Xakasiya, bunlar da aiddir mülayimə. 3 iqlim vilayətində yerləşənlər isə Saxa Yakutiyadır mülayim, sonra subarktik, sonra da arktik iqlim qurşağında yerləşir. Sonra təbii zona baxımından fikir versək, təbii zona baxımından burada fikir versək görürük ki, məsələn arktik meşələr Saxa Yakutiyada, tundra, meşə tundra Saxa Yakutiyada, sonra tayqa Saxa Yakutiya ərazisində müşahidə olunur. Deməli, Saxa Yakutiyada arktik səhra, tundra, bir də tayqa meşələri burada müşahidə olunur. Sonra burada məsələn elə deməli Başqırtıstan, Tataristan, bir də Çuvaşın tərkib hissələrində qarışıq və enli yarpaqlı meşələrdir. Fikir verin, bax bu zona qarışıq və enli yarpaqlı meşədir. Deməli, Başqırtıstan, Tataristan, bir də Çuvaş. Bunlar aiddir hara? Hansı təbii zonaya? Hansı? Deməli, qarışıq və enli yarpaqlı meşəyə. Sonra Saxa aid idi bir arktik səhralar, tundra, meşə tundra, bir də tayqa. Sonra növbəti deməli meşə çöl gəlir. Meşə çöl məsələn Qazaxıstan ərazisində daha geniş sahə tutur. Burada sonra qeyd edə bilərik, meşə çöllərdən burada Altay ərazisində də geniş belə deyək sahə tutur. Bax bu ərazilər əsasən meşə çöl zonasına aiddir. Sonrakı yarım səhra burada Sinteziyan Uyğur ərazisində, sonra Qazaxıstan ərazisində, sonra Türkmənistan, Özbəkistan ərazisində müşahidə olunur. Daha çox bu ərazilərdə müşahidə olunur. Sonra
həm də ki, bu ərazilərdə demək olar ki, dağlıq, yüksəklik qurşaqları da belə deyək də müşahidə olunur. Məsələn, Sintezyan Uyğur ərazisində, Qırğızıstanda, Türkiyə ərazisində, sonra Çərkəz və Balkar ərazilərində də bunlar müşahidə olunur. Hətta burada Altay, Tıva, Xakasiyada da bunlar müşahidə olunur. Sonra növbəti bizim təbii vilayətlərimizdən biri olan, yəni təbii zonalardan biri olan codyarpaqlı meşə kolluqlarıdır. Codyarpaqlı meşə və kolluqlarda əsasən Türkiyə ərazisində daha çox üstünlük təşkil eləyir. Türkiyənin qərb sahillərində, Mərmərə, Egey dəniz sahillərində daha üstünlük təşkil eləyir. Sonra biz burada bu iqlim vilayətlərini əsasən iqlim təbii zonalarını daha doğrusu biz burada qeyd edə bilərik. Deməli, bunlar da əsasən oldu türk dövlətlərinin təbii zonaları. Deməli, hansılar oldu bir də qeyd eləyək. Saxa Yakutiyada Arktik səhra, tundra, meşə, tundra və tayqa. Sonra Başqırtıstan, Tatarstan və Çuvaşda qarışıq və enli yarpaqlı meşə. Sonra meşə çöllər aid idi Qazaxıstan ərazisinə. Qazaxıstanda daha çox üstünlük təşkil edir. Yarımsəhra və səhralar Sintezyan Uyğur, Qazaxıstan, Özbəkistan, Türkmənistan ərazilərində daha çox üstünlük təşkil edir. Sonra codyarpaqlı həmişəyaşıl meşələr aid idi Türkiyəyə. Yüksək dağlıq belə deyək, qurşaq isə əsasən deməli Balkariya, bir də ki, Çərkəz aid idi bura. Qaraçay, Çərkəz bura aid idi. Sonra burada da məsələn cədvəl üzərində də qeyd olunub. Fikir verin, Azərbaycan subtropik mülayimdə yerləşir. İki belə deyək, iqlim qurşağında yarımsəhra təbii zonası üstünlük təşkil edir. Türkiyə subtropikin aralığı, kontinentallığı bir hissəsi də kontinentala düşür. Codyarpaqlı meşə və kolluqdur. Qazaxıstan mülayimin kəskin kontinentallıdır. Çöl və yarımsəhra var. Deməli, Türkmənistanda mülayim və subtropikin kontinentaldır. Yarımsəhra və səhralar var. Özbəkistanda yenə mülayim subtropikin kontinentalıdır. Yarımsəhra, səhradır, üstünlük təşkil edir. Qırğızıstanda mülayim subtropikdir. Bu yüksəklik qurşağıdır. Qaraçay, Çərkəzdir, Kabarda-Balkariyadır. Mülayim kontinentalın yüksəklik qurşaqlarıdır. Saxa Yakutiyada arktik, subarktik, mülayim kəskin kontinentaldır. Arktik səhralar, tundra, meşə, tundra və tayqa zonası yerləşir. Altayda mülayim kəskin kontinentaldır, mülayimin. Meşə çöllər və yüksəklik qurşaqları bizdə bayaq bunu qeyd elədik xəritə üzərində. Xakasiyadır, Tıvadır, mülayim kəskin kontinentaldır, yüksək qurşaqlıqdır. Tıvada bir də yarımsəhra var. Çuvaşiyada mülayim kontinentaldır, tayqa, qarışıq və enli yarpaqlı meşələr. Başqırtıstanda mülayim kontinentaldır, meşə, çöl, qarışıq enli yarpaqlı meşələr. Tatarstanda mülayim kontinentaldır, tayqa, qarışıq və enli yarpaqlı meşələrdir. Qaqaziya mülayim kontinentaldır, qarışıq və enli yarpaqlı meşədir. Sintezyan Uyğurda mülayim subtropik kontinentallıdır, yarımsəhra və səhradır. Qaraqalpaq mülayim kəskin kontinentallıdır və burada yarımsəhra və səhra var. Bir də Şimali Kiprdir, subtropikin aralığıdır. Burada təbii ki, codyarpaqlı meşə və kolluqlar olacaq. Yüksəklik qurşaqlarında yayılan belə deyək ölkələrdən məsələn Türkiyəni deyə bilərik. Qırğızıstan, Sintezyan Uyğur, belə deyək Azərbaycan, Saxa Yakutiya, sonra məsələn Kabarda-Balkar, Qaraçay, Çərkəz burada yüksəklik qurşağının yayıldığı ölkələrdir və digər ölkələrdə burada qeyd elədik. Torpaqları məsələn boz torpaqlar Azərbaycanda, Türkmənistan, Özbəkistan, Uyğurda, qara torpaq Qazaxıstan, Altayda, Podzol Sibir regionunda, Saxada tundradır. Türkiyədə qəhvəyidir, çünki codyarpaqlı meşə kolluqları altındadır. Çimli Podzol isə Volqa-Ural boyu regionuna aiddir. Sonra məsələn çayları var, gölləri və su anbarları var. Məsələn, Azərbaycanda çay, Kür, Araz, Samur, Lənkəran və sair çaylar da adını çəkə bilir. Xəzər, Şorsulu, belə deyək, Sarısu, Göygöl, Alagöl, sonra su anbarları Mingəçevir, Şəmkir, Ceyranpatara, Sərsəng. Türkiyə ərazisində Dəclə, Fərat, Hind hövzəsinə aiddir. Kür, Araz, Xəzərə aiddir. Qızıl İrmaq, Yaşıl İrmaq, Seyhan, Ceyhan, Atlantika aiddir. Göllər Tuz, Van, Beyşəhirdir, Fərhad
Atatürk və Keyban belə deyək su anbarı var Fərat çayı üzərində. Qazaxıstanda Irtışdır, Tobodur, Işımdır, Uraldır, Embadır, İlidir, Sırdəryadır. Xəzər, Aral, Balxaş, Zaysan gölləri Qazaxıstan ərazisindadır. İl üzərində Kapçaqayadır. Irtış, Buxtarma, Sırdəryada Çərdəryadır. Bunları diqqətlə yadda saxlayın. İlidə Kapçaqaya, Irtışda Buxtarma, Sırdəryada Çərdərya adlanır. Türkmənistanda Gürcan, Amudərya, Qaraqum kanalı, Təcən və Murqab çayları burada yerləşir. Xəzər və Sarıqamış gölü bu ərazidə yerləşir. Özbəkistanda Sırdərya, Amudərya, Zərəfşan belə deyək çaylarıdır. Aral və Sarıqamış bir hissəsi də Türkmənistan-Özbəkistan sərhədində yerləşir. Burada yerləşir. Çarvax, Gürxan və Çimkurqanı əsasən su anbarları burada yerləşir. Qırğızstanda Sırdərya, Tsu, Narın, Aksay, İssik gölü yerləşir. Narın Toktokqulun üzərində deməli Narın çayı üzərində Toktokqul su anbarı yerləşir. Saxa Yakutiyada Anabar, Lena, Yana, Indigirka, Kolima, Vilyuy, Aldan, Kolina, Lenanın birlikdə Olyenyok, bax bunlar aiddir. Vilyuy belə deyək su anbarı burada yerləşir. Altay, Yenisey'in qolları buradan keçir. Xakasiya, Yenisey, Krasnoyarsk və Sayanşenski bax bu ərazidədir. Tıva, bu da Yenisey. Sonra Çuvaşiya, Volqa, deməli Samara, Çeboksari, Aşağı Kama. Başqırtistanda Volqa, Tatarstanda Volqa, Çuvaşiyada da Volqa idi. Xakasiyada, Tıvada isə əsasən Yenisey idi. Sıntızyanda İrtış tarixi bir də Lobnov gölü var. Cənubi Azərbaycanda da Urmiya gölü və Xəzər sahillərində yerləşir Cənubi Azərbaycan. Bəs hansı relief vahidləri var? Burada hansı belə deyək dağlar, düzənliklər var? Azərbaycan ərazisində Qafqaz dağları, Talış dağları, Kiçik Böyük Qafqaz dağları, Kür Araz ovalığı burada yerləşir. Türkiyə ərazisində Pont Tavr dağları, Anadolu yaylası, Ağrı dağı 5194 metr hündürlüyə malikdir. Sonra daha doğrusu Qazaxıstan, Tian-Şan dağları, Xan Tengri massivi, Qazax-Xırda təpəli, Üstyurt platosu, Xəzər yanıb Turan ovalığı, Qızılqum səhrası Qazaxıstan ərazisindədir. Demək Türkmənistanda Kopet dağ, Turan ovalığı, Qızılqum səhrası, Özbəkistan Tian-Şan dağları, Turan ovalığı, Qızılqum, Qaraqum səhraları, Fərqanə vadisi, Qırğızstanda Tian-Şan dağları. Sonra burada Qaraçay, Çərkəz, Qafqaz, Elbrus dağı, Qaraçay Çərkəzdə və ondan cənubda isə Kabarda-Balkariyada isə Qafqaz dağları yenə davamı yerləşir. Demək, Tian-Şan dağlarına fikir versəz Qazaxıstan, Özbəkistan, Qırğızistan ərazisində deməli yerləşir. Özbəkistan, Qırğızistan, bir də Qazaxıstan. Sonra Saxa Yakutiyada və Yaxyanski-Çerski dağları və Orta Sibir yaylası, Altayda Altay dağı, Xakasiyada Sayan dağı, sonra Tıvada Altay Sayan dağları, Çuvaşiyada Şərqi Avropa düzənliyi, Başqırtistanda Şərqi Avropa düzənliyi, Ural dağları, Tatarstanda Şərqi Avropa, Qaqauziyada Şərqi Avropa düzənliyi, Sintzyan Uyğurda Tian-Şan, Pamir, Kullun, Qorakorum, Təkləməkan səhrası, Qaraqalpaqda Turan ovalığında yerləşir Özbəkistan tərkibində. Deməli, burada Sintzyan Uyğurda ən yüksək nöqtəsi də burada Qaraqorum, Coğori dağları, Coğori zirvəsidir. Ən aşağı nöqtəsi də Turfan mənfi 156 metrdə burada yerləşir. Sonra gəlin bunların təbii ehtiyatlarına baxaq. Türk dövlətlərinin təbii ehtiyatları. Azərbaycanda neftdir, Azərçıraq günəşi, təbii qazdır, Şah dəniz, dəmir filizi, daşkəsən, mis, Gədəbəy, Qaradağ, alnit, daşkəsən, zəyli, polimetal, şərur, gümüşlü, Kəlbəcərdə Mehmana, Zaqatala və Balakəndi, xromit, Kəlbəcərdə Göydərə, Laçında ipək, qızıldır, Kəlbəcərdə Zod, Qızılbulaq, Zəngilanda Vicnəli, Gədəbəydə Qoşa, Civədir, Kəlbəcərdə Şorbulaq, Ağyataq, Levçay, Laçında Narzanlı və Gilgət çayları aiddir. Türkiyədə daş kömür yataqları var. Erengil və Zonguldaq. Deməli, burada dəmir filizi, mis, alüminium xammalı, xromit var, uran var bu ərazidə. Türkiyədə, Qazaxıstanda neft var. Tengiz, Mangistau, Turqay yataqları, təbii qaz var. Uzin, Mangistau, daş kömür var. Karaganda, Ekspastus, dəmir filiz, Kustanay, mis, Balxaş, Çezqazan,
Sonra alüminium xammalı, xromit, qızıl var. Türkmənistan ərazisində neft və təbii qaz var. Çələkən, Mari, Buxaraxi və Glauber duzu var ki, bu deməli Qaraboğaz Qol körfəzindən çıxarılır. Deməli kalium duzu da burada var. Özbəkistanda neft, Fərqanə, Surxandərya, təbii qaz, Qazlı, Mübarək, Urta, Bulaq, daş kömür, Anqren, Şarqun yataqları var. Anqren və Şarqun. Mis var. Kalmakır, Sarı, Çek, Almalıq, qızıl var. Muruntau, bir də uran yataqları var Özbəkistan ərazisində. Qırğızistanda mis, molibden, qızıl, civə, sürmə, qurğuşun, neft və daş kömür ehtiyatları var. Qaraçay və Kabarda-Balkariyada daş kömür, qızıl, mis, wolfram, molibden var. Saxada neft, daş kömür, dəmir filizi, qızıl, qalay və almaz var. Altay dəmir filizi, qızıl, Xakasiyada daş kömür, dəmir filizi, Tıvada daş kömür, lufem və dəmir filizi, qızıl. Başqırtıstanda neft var. Tuymazı, Agizel, İşimbay, daş kömür yataqları var. Sonra Tatarstanda Yeni Elxon, Bavlin yataqları var. Sintzyanov, daş kömür, bay və neft yataqları vardır. Ümumiyyətlə Türk dövlətləri içərisində neft və kömür ehtiyatlarına görə Qazaxıstandır. Qaz ehtiyatına görə Türkmənistandır. Qızıl uran ehtiyatlarına görə Özbəkistandır. Almaz ehtiyatına görə isə Saxa Yakutiya birincidir. Neftə, kömürə görə Qazaxıstandır. Qaza görə Türkmənistandır. Qızıla, urana görə Özbəkistandır. Almaza görə Saxa Yakutiya. Bəs bunların sənayesi necə belə deyək var, nə kənd təsərrüfatı sənayesindədir. Azərbaycanda məsələn yanacaq energetika var, metallurgiya, yüngül yeyinti var. Kənd təsərrüfatından pambıq var, zeytun, şəkər çuğunduru, tütün, meyvəçilik var. Türkiyədə metallurgiya, kənd təsərrüfatı, maşın qarması, minik avtomobilləri, yük avtomobili, təyyarə istehsalı, yüngül və yeyinti, turizm və tikinti, hərbi sahəsi inkişaf edib. Kənd təsərrüfatı pambıq, zeytun, buğda, şəkər çuğunduru, tütün, taxılçılıq, fındıq, çay, sitrus meyvəçiliyi və qoyunçuluq daha çox inkişaf edir. Qazaxıstanda yanacaq, metallurgiya, kənd təsərrüfatı, maşın qarması, yük avtomobilləri, yeyinti və yüngül sənayesi burada daha çox inkişaf edib. Kənd təsərrüfatında pambıq, buğda, çəltik, qarğıdalı, şəkər çuğunduru, qaragül və zərif yunlu qoyunçuluq burada inkişaf edib. Türkmənistanda deməli yanacaq, yeyinti və yüngül balıqçılıq, xalçaçılıq və kənd təsərrüfatı, pambıqçılıq, bağçılıq, bostançılıq, qoyunçuluq, qaragül qoyunçuluğu, baramaçılıq, sonra çəltik, atçılıq burada inkişaf etmişdir. Özbəkistanda yanacaq, yenə metallurgiya, kənd təsərrüfatı, maşın qarması, minik avtomobillər, Dayevo, yük avtomobili, Ayva, Tatra, təyyarə istehsalı, yeyinti və yüngül, pambıq, çəltik, şəkər çuğunduru, qaragül qoyunçuluğu, dəvə, at. Qırğızstanda metallurgiya, yeyinti və yüngül, pambıq, taxıl, kartof, tərəvəz, qoyunçuluq və atçılıq kənd təsərrüfatıdır. Qaraçay çərkəzdə yenə maşın qarma, elektrotexnika, dağ mədən, metal emalı və yüngül və yeyinti, qarğıdalı və günəbaxan, şəkər çuğunduru, taxıl, kartof və tərəvəz isə, arıçılıq isə yüksək dağlı olduğu üçün təbii ki, bu aiddir kənd təsərrüfatına. Kabarda-Balkar, dağ mədən, əlvan metallurgiya, maşın qarma, metal emalı, kimya, yüngül yeyinti və ağac emalı Kabarda-Balkar sənayesidir. Kənd təsərrüfatında qarğıdalı, günəbaxan, heyvandarlıqda isə arıçılıq yüksək inkişaf edib. Saxa Yakutiyada hasilat, metallurgiya, meşə və sənayesi, yeyinti, yüngül, maralçılıq, heyvandarlıq xəzləri bura daxildir. Altay hasilat, metallurgiya, meşə sənayesi, yeyinti və yüngül, kartof, heyvandarlıq, arıçılıq bura daxildir. Xakasiyada hasilat, metallurgiya, meşə sənayesi, yenə taxılçılıq, kartof və heyvandarlıq bura daxildir. Tıvada da yenə hasilat, metallurgiya, meşə sənayesi, yeyinti və heyvandarlıqdır. Çuvashiyada elektroenergetika, maşın qayırma, yüngül, yeyinti, kimya, meşə və ağac emalı burada üstündür. Və kənd təsərrüfatında buğda, şəkər çuğunduru, kartof və heyvandarlıq inkişaf edib. Başqırtıstanda yanacaq, metallurgiya, minik avtomobilləri, OAZ və yüngül və yeyinti, buğda, şəkər çuğunduru, kartof və heyvandarlıq burada üstün təşkil edir. Tatarstanda yanacaq, energetika, yük avtomobilləri, KAMAZ, elektroenergetika, yüngül və yeyinti sənayeləri inkişaf edib.
buğda, şəkər, çuğundur, kartof və heyvandarlıq, kənd təsərrüfatı burada inkişaf etmişdir. Sinteziyan uyğurda neft kimya, qara metallurgiya, toxuculuq, tütün, pambıq, şəkər, çuğundur, kartof, maldarlıq və qoyunçuluq da burada kənd təsərrüfatında inkişaf etmişdir. Mərkəzi Asiyada qaragül qoyunçuluğu var. Türkiyədə anqor keçiləri bəslənir. Dünyada mal-qara sayına görə Qazaxıstandır, Tataristandır, Başqırtıstandır, Qırğızıstandır, Türkiyədir. Atların sayına görə Yakutiyadır, Taymırdır, fərqlənir. Arıçılığa görə Altay, Başqırtıstan, ipəkçiliyə görə Azərbaycan və Orta Asiya inkişaf etmişdir. İndi isə gəlin türk dövlətlərinə qısa nəzər yetirək. Əhalinin 97% Kiçik Asiya yarımadasında, 3% isə Avropada yerləşir Türkiyənin. Türk dövlətləri içərisində əhalinin sayına görə birinci, sahəsinə görə isə Saxa Yakutiyadan və Qazaxıstandan sonra üçüncüdür. Türkiyə 8 dövlətlə Suriya, İraq, İran, Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstanla və Yunanistanla həmsərhəddir. Əhalinin çoxu türkdür. Burada həm ərəb, kürd, yunan və hətta ermənilər də yaşayır. Milyonçular şəhəri İstanbulda 10 milyon, Ankara 5 milyon, İzmir 3 milyon, Bursa və Adana. Ölkənin İstanbul, İzmir, İsmit, Samsun, Trabzon, İskəndərun, Antalya, Erengel, Mersin kimi iri dəniz limanları var. Kiçik Asiya yarımadası əhatə edən dəniz və boğazları saat əqrəbinin əksi istiqamətində gələndə Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel, Egey və Aralıq. Əsas problemi Kürdü məsələsi, Kipr və Ada məsələsi Yunanistandan, su məsələsi İraq və Suriya ilə, inflyasiya, NATO üzdür, G20 üzdür, Türk və İslam təşkilatına üzdür. Qazaxıstan əsas hissəsi Asiyada, kiçik bir hissəsi Avropada yerləşir. Sahəsinə görə dünyada 9-cu yer tutan Qazaxıstan Respublikası da müstəqil türk dövlətləri arasında sahəsinə görə birinci yerdədir. 2700 min kvadrat kilometr sahəsi var. Qazaxıstan, Rusiya, Çin, Özbəkistan, Türkmənistan, Qırğızıstanla həmsərhəddir. Ailisi 63% Qazax, qalanları isə Rus, Özbək, Uyğur, Ukraynalı, Almanlar təşkil edir. Böyük şəhərlər Astana, Almatı, Kustanoy, Çimkənd, Qaraqanda, Pavlodar kimi sənaye sahələri vardır, şəhərləri. Kənd təsərrüfatı dağınıq tipi səciyyəvidir, məskunlaşması. Nəqliyyat yükdaşımasına görə dəmir yolu 95% təşkil edir. Çindən çəkilən dəmir yol xətti vasitəsilə Sakit Okeana çıxışı əldə edir. Sonra Özbəkistan Asiya materikinin daxili ölkəsidir. Əhalisinə görə Özbəkistan türk dövlətləri içərisində ikinci yerdir. Deməli təqribən 33 milyon nəfərdir. Burada buna fikir verməyin. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və Tacikistanla sərhəddir. Həm sərhəddir. Həm fikir verirsiniz. Özbəkistan həm Türkmənistan, həm Qırğızıstan, həm Qazaxıstan bu türk dövlətləri ilə sərhəd. Bir də Əfqanıstan və Tacikistanla sərhəddir. Əhalinin çox hissəsi özbəkdir, 80%. Paytaxt Daşkənddir. Səmərqənd, Fərqanə, Buxara, Xivə, Əndican, Nukuşdur. Bax, bu kimi şəhərləri var, iri şəhərləri. Pambığı yığmaya görə türk dövlətləri də birincidir. Qaragül qoyunçuluğa görə birincidir. Nəqliyyat avtomobil üstünlük təşkil edir. Yük dövrəsinin 75%-in onun payına düşür. Dəmir yollarının sıxlığına görə Mərkəzi Asiya da birinci yerdə durur. Sonra növbəti dövlət Türkmənistandır. Asiyada materik daxili ölkədir. Türkmənistan böyük, belə deyək ki, böyüklüyünə görə Mərkəzi Asiyada Türkiyə dövlətlərindən bir tək Qazaxıstandan geri qalır. Özbəkistandır, Qazaxıstandır, ondan sonra cənubda İrandır, Əfqanistandır. Bu ölkələrlə həmsərhəddir. Suyu, meşəsi, torpaq ehtiyatları azdır, çox azdır. Sahəsi olsa da, məsələn, torpaq ehtiyatları, məhsuldar torpaqları azdır. Ölkənin 80% əhali yaşamır. Əhalinin təbii artımı yüksək olsa da sıxlıq çox aşağıdır. Əsasən kəndlərdə yaşayırlar. Ən böyük şəhərlər Akşabatdır, paytaxtdır. Sonra Marıdır, Nebitdağdır, Taşaüzdür, Türkmənbaşıdır, Çərçodur. Ölkənin nəqliyyat aparıcı sahəsi avtomobildir. Nəqliyyat Türkmənbaşı, Bektaş dəniz limanları mühümdür Xəzər sahilində. Qırğızıstan növbəti türk dövləti, Asiya materik daxili ölkədir. Qazaxıstanla, sonra Özbəkistanla, Çinlə, Tacikistanla həmsərhəddir. Ən böyük şəhəri Bişkek paytaxtdır. Oş və Cəlabad belə deyək şəhərləri də var. İssik-Kul gölü beynəlxalq turizm əhəmiyyətlidir. Qırğızıstan aqrar sənaye ölkəsidir.
Kənd təsərrüfatı əsasən heyvandarlıq təşkil edir. Fərqanə vadisi geniş əkin sahələri var. Nəqliyyatın aparıcı sahəsi avtomobildir. Cənubi Azərbaycan, İranın şimal-qərbində yerləşən Cənubi Azərbaycan, şərqi-qərbi Azərbaycan, Savalan və Zəncan ostanlarına ayrılır. Şərqi Azərbaycan inzibati mərkəzi Təbrizdir. Fikir verirsiniz, Təbriz. Qərbi Azərbaycan inzibati mərkəzi isə Urmiyadır. Savalın inzibati mərkəzi Ərdəbil şəhəridir. Savalanın. Cənubi Azərbaycanın ən böyük şəhərləri Təbriz, Ərdəbil, Urmiya, Zəncan, fikir verin, Həmədan. Əsasən dağlıq relyefə malikdir. Cənubi Azərbaycanda kontinental subtropik iqlim qurşağında yerləşir. Kontinental subtropik. Faydalı qazıntı gümüş, qırğuşum, dəmir, alüminium, daş kömürü, mis, molibden aiddir. Kənd təsərrüfatı aparıcı sahəsi bitkiçilikdir. Burada buğda, çəltik, arpa, pambıq, şəkər çoğunduru, badam, pistə, xurma yetişdirilir. Cənubi Azərbaycan İranın taxıl anbarı hesab edilir. Rusiya Federasiyasında olan türk qurumlarından Volqaboyu, Ural, Şimali Qafqaz və Sibir olmaqla 3 yerə bölünür. Məsələn, Sibir bölgəsində olanlar Altay, Tıva, Xakasiya, Saxa-Yakutiyadır. Sibir bölgəsi türk dövlətləri Ural dağlarının şərqə doğru Sakit okeana qədər böyük məsafədə məskunlaşıb. Region əhalisi sıxlığı çox aşağıdır. Nəqliyyat, avtomobil, dəmir yolları tutur. Saxa-Yakutiya türk dövlət sahəsinə görə birinci, türk dünyasında sahəsinə görə birincidir. Bu Sibir bölgəsinə aiddir. Hansı? Deməli, Altay, Xakasiya, Tıva, bir də Saxa-Yakutiya. Sonra Volqaboyu Ural regionuna aid. Əhalinin sıxlığı, urbanizasiya səviyyəsi belə deyirik, yüksəkdir. Sonra bu regionda Volqaboyu Ural regionu əsasən Başqırtıstan, Tatarstan və Çuvaşiya daxildir. Bu region qədim platform üzərində yerləşir. Regionun ən böyük çayı Volqa və Kama çayıdır. Volqa, Kama çayları gəmiçilikdən çox istifadə olunur. Başqırtıstan sahəsi əhalisi sayına görə ən böyük Başqırtıstandır sahəsinə görə. Başqırtıstan şərqdə Ural dağları ilə əhatələnib. Başqırtıstan 80% Kama çayı hövzəsində yerləşir. Elektrik enerjisi tələbatı Başqırtıstan İES-lərlə ödəyir. Tatarstan da elektrik enerjisi tələbatını Tatarstan İES-lərlə də ödəyir. Ən az hündürlük amplitudası Tatarstandadır. Çuvaş da sahəsi və əhalisinin sayına görə ən kiçik Çuvaşdır və elektrik enerjisi olan tələbatı Çuvaş İES-lərlə ödəyir. Şimali Qafqaz regionunda burada Qaraçay, Çərkəz, bir də Kabarddə-Balkariyadır. Bunlarda qumluqlar, məsələn, burada müxtəriyyətli olmayan xalqlar da var. Qumluq, Naqoy, Türkmen, Dərbənd, Azərbaycanlılar yaşayır. Regionun ən böyük çayları Terek və Kuban çayıdır. Fəal seysmik regiondur. Dağ turizmi inkişaf edib, yüksək potensialı yüksəkdir. Qaraçay, Çərkəz, Qaraçaylılar türküdür. Qafqazın ən uca zirvəsi Elbrus Qaraçay Çərkəzin ərazisindədir. Mineral su, meşə ehtiyatı ilə geniş yayılıb. Kabarddə-Balkari isə Balkar türk dili xalqıdır. Nadir metal olan ehtiyatına görə Qafqazda birinci yerdədir. Mineral su, meşə ehtiyatları geniş yayılıb. Bəs bu türk dövlətlərinin yer dəyişməsinin əsas səbəbi nə idi? Gəl buna baxaq. Təbii artım yüksək olurdu. Əsas məşğuliyyəti köçmə maldarlıq idi. Qədim türklər qanuni hakimiyyət oğullardan birinə keçdiyi üçün, belə deyək də, hakimiyyətdə olmayan varislər bir-bir ətrafında boş ərazilər köç edirdilər. Türk xalqları yaşadığı ərazidə iqlim dəyişiklikləri də təsir edib. Daha güclü dövrlərdə əsarət və təzyiq altında yaşamaq istəmirdilər. Məsələn, tutaq ki, müəyyən bir işğal və yaxud da müəyyən bir güclü dövlət bunlara qarşı böyük bir belə deyək də, hər hansı bir təzyiq edirdilərsə, bunları götürmürdü, yaşamaq istəmirdilər və köçürdülər başqa yerlərə. Məcburi miqrasiyalar olub, məsələn, Krım tatarları, Ahıska tatarları, Azərbaycan türkləri. Yüksək həyat səviyyəsi axtarma məqsədi olub, bax bunları da qeyd etmək olar. Türk birliyinin möhkəmlənməsinə mane olan səbəblər nədir? Uzun tarixi ərzində türk xalqları bir-birinə əlaqəsi olmayıb, bir-birindən uzaq olublar. Dünya mövcud olan güclü dövlətlər birliyin möhkəmlənməsinə həmişə qarşı çıxır. Heç kim göz götürmür türk dövlətlərinin birliyinin yaranmasına, istəmir. Müxtəlif ideologiya təsirinə məruz qalıblar. Bir-birinə uzaq məsafələrdə yerləşməsi də buna təsir edir.
Türk Dövlətləri Dünyası Birliyi 2009-cu ildə Astana sammitində Britaniya əməkdaşlığı və Ərəb Liqası modelinə uyğun yaradılıb. 2009-da Astanada birliyə daxil olan BMT-nin nizamnaməsində ATƏT-in prinsipləri, siyasi və iqtisadi təhlükəsizlik, ərazi bütövlüyü, sərhədlərin pozulmaması, bir-birinin daxili işlərinə qarışmamaq, müstəqil siyasət yürütmək bunlar daxildir.